Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə ABC Akademiyanın sınaqlarından 39-cu sınağın sualları ilə tanış olacağıq. Başlayaq ilk sualdan. Deyir ki, qohum nikahları nə üçün arzu olunması hesab olunur? Qohum nikahlar. İnsanlar, yəni evlənən şəxslər bir-birlərinə qohumdur. Onların yəni genotipi də bir-birinə qohumdur. Tutaq ki, hər hansı bir resessiv mutasiya var bunda. Yəni daha doğrusu resessiv əlamət var bunlarda. Və bu əlamət demək ki, zərərli bir əlamətdir. Genetikada bir-birlərinə yaxın olduğuna görə indi həmin əlaməti mən monohibrid vəziyyətdə yazıram. Tutaq ki, evlənən şəxslərin monohibrid vəziyyətdə həmin demək əlamətə görə genotipi bu şəkildədir. A-la işarə edirik. İndi bu şəxslər evlənirlər. Bu şəxslər evlənəndə bunların demək övladlarında kiçik A, kiçik A-nın üzə çıxma ehtimalı var. Bu kiçik A-da resessiv bir əlamətdir, üstəlik də zərərli resessiv bir əlamətdir. Demək ki, zərərli resessiv bir əlamətin üzə çıxma ehtimalı olduğuna görə qohum nikahları arzu olunmaz hesab olunur. Ona görə də burada cavab demək D bəndi olacaq. Amniosintez nədir? Amniosintez döl-ətrafı mayinin müayinəsidir. Daha doğrusu belə deyək, döl-ətrafı mayinin histogenetik və biokimyəvi analizidir. Məsələn, Down sindromunu öyrənmək olur bu metodla və yaxud da ki, oraqvari hüceyrə anemiyasını öyrənmək olur. Yəni, burada da cavab elə D bəndi olacaq. Sonra Klinefelter sindromuna aid edilə bilməz. Klinefelter sindromunda D cins xromosomlarla bağlı mutasiyalardır. Bəli, doğrudur. Aid ediləcək A bəndi. Kişilərdə rast gələn xəstəlikdə, bəli, kişilərdə bir ədəd X cins xromosomu artıq olur. Genom mutasiyası nəticəsində yaranır, bəli, xromosomun sayı artır və aneuploidiyadır bu. Aneuploidiya misaldır deyirlər, D bəndi. 2 ədəd Y cins xromosomuna malikdir. Xeyr, 2 ədəd X var bunlarda. Yəni, o 2 ədəd Y olanlar, bu super kişi deyilən bir sindrom idi. Yəni, bu deyil. Klinefelterdə X 2 ədəd olur, Y isə 1 ədəd olur. Ona görə burada E bəndi doğru olacaq. Qruplaşdırın. Qruplaşdırmaq demək lazımdır burada. Deməli, uşaq infeksiyaları və sosial xəstəliklər. Sosial xəstəliklər əhalinin rifah səviyyəsi ilə bağlı yaranan xəstəlikləridir. Deməli, bura C və D-ni aid edirik, yəni cüzam və vəbanı aid edirik. Amma digərləri qızılcadır, skarlatinadır, epidemik parotitdir. Bunlar demək uşaq infeksiyalarına aiddirlər. Yəni, belə deyək ki, 1-ə aid oldu A, B və E, 2-yə isə aid oldu C-dir. Bu da E bəndində verilmişdir. Yəni, 4-cü sualda da cavab E bəndi olacaq. Sonra. Uşaqlarda 6 aya qədər infeksion xəstəliklərə qarşı dözümlü olmasının səbəbi nədir? Uşaqların 6 aya qədər infeksion xəstəliklərə qarşı dözümlü olmasının səbəbi nədir? Uşaqlar deməli plasenta vasitəsilə anadan hazır antiçimləri alırlar. Ona görə onlar infeksion xəstəliklərə qarşı dözümlü olurlar. Sonra 6-cı sualda deyir ki, hansı ifadə doğrudur? Şəkərli diabet xəstələrində irinli infeksiyaların törədicilərinə qarşı həssaslıq yüksək olur. Bəli, çünki şəkərli diabet zamanı faqositlərin aktivliyi zəifləyir. Faqositlərin aktivliyi zəiflədiyi üçün infeksion xəstəliklərə qarşı, yəni həmin insanlar həssas olurlar. Bu doğrudur. Somatotrop hormonunun çatışmaması timus vəznin inkişafdan qalmasına səbəb olur. Bu da doğrudur. Oğlanlar qızlara nisbətən ətraf mühitin zərərli amillərinə qarşı daha dözümlüdürlər. Əksinə, qızlarda immunitet daha tez formalaşır. Yəni qızlar oğlanlara qarşı daha dözümlüdürlər. Amma qadınlarda da, yəni qızlarda da menstruasiya siklində və demək hamiləlik zamanı immunitet zəifləyə bilir. Sonra deyir ki, xarici mühitlə təması olmayan toxuma orqanlar sterilidir. Doğrudur. A vitamini çatışmaması faqositlərin aktivliyini zəiflədir. Bu da doğrudur. 7-də deyir ki, insan iradəsi tərəfindən istiqamətləndirilən təkamül prosesini özündə əks etdirən elm sahəsi. İnsan iradəsi, yəni insan istəyi ilə istiqamətləndirilən, insanın istədiyi istiqamətdə seçmə aparan. Bu hansıdır? Seleksiyadır. Yəni seleksiya nəticəsində insanın maraqlarına xidmət edən, deməli, cins, sort və ya ştamlar alınır. Sonra 8-də deyir ki, yanlış ifadəni seçin. Rusiyada seleksiya elminin əsaslarını qoymuş alim. Rusiyada seleksiya elminin əsaslarını qoyan alim Vavilovdur. Vavilov haqqında yanlış ifadə bizə lazımdır. Demək deyir ki, İC dəyişkəninin homoloji sıralar qanunun müəllifidir. Doğrudur. Mədəni bitkilərin müxtəliflik mənşə mərkəzləri haqqında təlimi yaratmışdır. 40 ölkədə ekspedisiyada olmuşdur. Bir bitkinin bir neçə mənşə mərkəzi ola biləcəyini göstərmişdir. Bəli. Bitkilərin mənşə mərkəzinin əsasən düzənlik ərazilər, xeyr, dağlıq ərazilər idi əsasən. Dağlıq ərazilər olduğuna görə E bəndi burada yanlış olacaq. Yer planetinin yaşının müəyyən olması təkamülün hansı dəlillərinə əsaslanır? Burada artıq izotop üsulundan söhbət gedir, yəni paleontoloji dəlildir. Demək, burada yer planetinin yaşı, ümumiyyətlə çöküntü suxurlarının yaşı həmin suxurların tərkibində olan radioaktiv maddələrə görə hesablanır. Radioaktiv maddələrin, deməli, daha doğrusu izotoplarına görə onların yaşı hesablanır.
Onun sualda deyir ki, hansı geoloji erada konservatorların əmələ gəlməsi güman olunur? Katarxa erasında, demək, okeanda ilk üzüm maddələrin əmələ gəlməsi və onların orada toplanması prosesi baş vermişdir. Yəni, güman olunur ki, konservatorlar da Katarxa erasında əmələ gələ bilərdi. 11-ci sualda deyir ki, xromosom aparatındakı nükleotid ardıcılıqları insanınkına daha çox oxşar olan meymunlar. Söhbət burada şimpanzedən gedir. Şimpanzelərdə ətrafların quruluşu da insanlara ətrafları da deməli ümumiyyətlə oxşayırdı insana, amma ətrafların quruluşu yox, ölçüləri oxşayırdı insana. Ona görə A bəndi yanlışdır, burada D bəndi də uyğun cavab. Digərləri isə hamar quruluşlu kəllə bu hippona aiddir. 12 cüt qabırğa bu orangutana aiddir. Yastı döş qəfəsi bu da hippona aiddir. Mən burada cavab D bəndi olacaq. Sonra 12-ci sualda boyları daha kiçik olan insan cinsinə aiddir. Boyları daha kiçik olan insan cinsi burada söhbət neandertallardan gedir. Yəni orada müxtəlif deməli cinslərin boyları verilmişdir. Neandertalların boyu 155-165 sm-dir. Yəni digərlərindən kiçik idi. Demək deyək ki, qarşıda yastıqcıqlar yox idi, var idi. Odu qoruyub saxlayırdılar. Xeyr, odu özləri əldə edirdilər. İndi daşı-daşa sürtərək, nəsə ağac və yaxud da ağaca sürtərək, necəsə əldə edirdilər özləri. Sürü halında yaşayırdılar. Deməli, sürü halında yox, deməli bunlar qruplar və yaxud da qəbilə halında yaşayırdı. Əmək bölgüsü yaranmışdır. Bəli, bu doğrudur. Hannibalizm yox olmuşdur. Xeyr, Hannibal idilər. Plazmatik membranın əsas funksiyalarına aid olmayan seçim. Plazmatik membranın 4 funksiyası var. Deməli, səth, əlaqə, siqnal və daşınma funksiyası, amma sintetik funksiyası yoxdur. Nüvəciyə aid olmayan fikir seçin. Nüvəciyə aid olmayan fikir demək, membran quruluşu yoxdur, bəli, membran quruluşu yoxdur. Ribosom erintisi DNT və zülallardan ibarətdir, doğrudur. Sayı 1-dən 10-a qədər də doğrudur. Xromosomun ikinci gərilməsində yerləşir. Bu da elə yanlış olan. Ribosomun hissəcikləri sintez olunur, bu da doğrudur. Neçə alimin nümayəndələrinə 4 növ hərəkət orqanoidinə rast gəlmək mümkündür. 4 növ hərəkət orqanoidi yalnız heyvanlara xas idi. Heyvanlarda həm yalançayaqlar, həm kirpiklər, həm qamçılar, həm də ki miofibrillər var idi. Ona görə də biz sadəcə bir dənə aləm götürəcəyik. Verilən sxemdə təkamüllü baxımdan yaranma ardıcılığına görə sual işarəsinin yerinə yazılmalı olan bitkinin nə zaman yarandığı güman olunur. Burada ardıcılıq verilib. Deməli, yosunlarda mamır və pislofitlər başlanğıc edilib. Mamırlar çox şax idi. Pislofitlər isə digər deməli, alisporlu bitkilərə başlanğıc vermişdir. Qıcıkimlərdir. Sonra sual işarəsinin yerinə çılpaq toxumlar, ondan da sonra öldür toxumlardır. Demək, çılpaq toxumları soruşur ki, demək, nə zaman əmələ gəlib? Çılpaq toxumlar devonda yaranmışdır. Yəni, cavab B bəndi olacaq. Sonra, demək, 17-ci sualda da həmin qayda ilə də indi sual işarəsi verib və yenə də, demək, burada da, demək, pislofitdir də, indi pislofit uyğun olacaq. Pislofitlər deyir ki, nə zaman yaranmışdır? Pislofitlər nə zaman yaranmışdır? Ümumiyyətlə, bitkilər nə zaman quruya çıxdılar? Bitkilər quruya çıxdı Ordovikdə. Pislofitlərdən elə Ordovikdə yaranmışdı. Uyğunsuzluğu müəyyən edin. Ordovikdə bitkilər quruya çıxdı, doğrudur. Ordovikdə göbələklər meydana çıxdı, doğrudur. Bunlar ikisi də eyni vaxtda quruya çıxdılar. Proterozoidi bakteriyalar quruya çıxdı. Silurda heyvanlar quruya çıxdı, doğrudur. Proterozoidi bitkilər quruya çıxdı, bu yanlışdır. Yəni 18-də E bəndi cavab olmayacaq. Yəni daha doğrusu uyğunsuz cavabdır. 19-da deyir ki, yanlış olanı seçin. Zülalın növ sayı məlumat erintiyinin növ sayı. Növ sayı dediyinə görə bəli, doğrudur. Zülalın molekul sayı məlumat erintisi ribosomun hasilidir. Bəli, yəni hər məlumat erintiyədən neçə dənə ribosom zülal sintez eləyərsə, zülalın molekul sayı da o qədər olacaq. Yəni ribosomun sayına bərabər olacaq. Ona görə burada uyğundur. Demək ki, burada B bəndi də uyğundur da. Yanlışı soruşur bizdən. Bir triplet bir genetik koddur, doğrudur. 3 gen bir zülal molekulu. Adətən, ümumiyyətlə, əksərən bu doğru deyil. Demək, əksəriyyətdə belədir ki, ümumiyyətlə, bir gen bir zülal sintezləyir. Amma hemoqlobin zülalında onun alfa və beta zəncirləri, ayrı-ayrı zəncirlər toplamda 3 dənə demək, gendən əmələ gəliblər. Edə deyir ki, bir amin turşusu 3 nükleotidlə deməli göstərilir, kodlanır. Ona görə burada doğrudur. D bəndi əksəriyyətə aid olmadığına görə burada D bəndi yanlış olacaq. Hüceyrədə erintiyə harada rast gəlmək olmaz. Erintiyə harada rast gəlmək olmaz deyir. Nüvəcikdə var, nüvədə də var. Ribosomda və sitoplazmada da var, amma sentrosomda yoxdur. Soyuqlamanın törədiciləri adlandırılır. Soyuqlamanın törədiciləri adlandırılan yuxarı tənəffüs yollarının normal mikroflorasına aid olan bakteriyalardır.
Yəni 21-də də cavab B bəndə olacaq. A vitamininin miqdarı selektiv qişalarda iltihab proseslərinin keçişi arasındakı asıllıq hansı qrafikdə düzgün verilmişdir? Deməli, A vitamini azalanda selektiv qişalarda iltihab proseslər artır. Yəni burada bir tərs mütənasiblik var. Ona görə burada da cavab D bəndi olacaq. Sonra 23-ə baxaq, depressiyaların immun sisteminə təsiri hansı qrafikdə düzgün verilib? Deməli, insan daha çox depressiya yaşadıqca onun immun sistemi zəifləyir. Yəni birinin fəaliyyəti, biri artanda, depressiyalar artanda immun sistemi zəifləyir. Tərs mütənasiblik var burada da. Yəni 23-də də cavab A bəndi olacaq. Louis Pasteur hansı heyvanlar üzərində təcrübə apararaq soyuğun bədən müqavimətinə mənfi təsirini sübut etmişdir? Louis Pasteur normalda qarayara törədicilərinə qarşı həssas olmayan toyuqların ayağını suda saxlamışdır və bundan sonra artıq həmin heyvanlarda qarayaraya qarşı həssaslıq yaranmışdır. Bu da göstərirdi ki, deməli soyuq, yəni sübut etdi ki, Louis Pasteur soyuq, deməli bədən müqavimətinə deməli mənfi təsir edir. Heyvanı soruşur bizdən, heyvan da burada toyuq idi. Sonra 25-də zoonoz infeksiyalarına aiddir. Zoonoz infeksiyalar, yəni heyvanlardan keçən xəstəlikləridir. Burada da bruselyoz misaldır. İnfeksiyalara yoluxmanın qarşısını almaq üçün həyata keçirilən tədbirləri uyğunlaşdırın. İnfeksiyalara yoluxmanın qabağını almaq üçün həyata keçirilən tədbirlər. Hansı tədbirlər həyata keçirilir? Demək, burada baxaq 1, 2, 3. Sonra deyil ki, birincide A'da cilalların denaturasiyaya uğradılması. Bu yüksək temperaturun təsirindən baş verir. Stoplazmanın susuzlaşdırılması. Stoplazmanın susuzlaşdırılması bu qurumadır. Ultraviyoleti şüalardan istifadə olunur şüa enerjisində. Bəzən suyun zərərsizləşdirilməsində də istifadə olunur. Bu da şüa enerjisidir. Stoplazmatik membranın keçiriciliyinin pozulması bu quruma nəticəsində olur. Demək, burada nə oldu? Biri A aid oldu. Biri A. Sonra 2-yə BE aid oldu. Və 3-ə də CD aid oldu. Bu da A bəndində verilmişdir. Rentgen şüalarının yüksək dozlarının orqanizmə təsiri haqqında verilən hansı fikir doğru deyil? Deməli, selektiv qişaların keçiriciliyi pozulur. Bu doğrudur. Qanın müdafiə xüsusiyyəti zəifləyir. Bəli. Orqanizmin xəstəliklərə qarşı həssaslığı artır. Doğrudur. Faqositlərin aktivliyi zəifləyir. Bu da doğrudur. Qeyd edək ki, sosial xəstəliklər artır. Sosial xəstəliklər artmır. Sosial xəstəliklər, yəni rentgen şüaları ilə belə birbaşa əlaqəli deyil. Bunlar əsasən iqtisadi cəhətdən geridə qalmış ölkələrdə əhalinin rifah səviyyəsinin aşağı olması ilə bağlı yaranan xəstəliklərdir. Aneuploidiyaya aid deyil. Aneuploidiya nədir? Aneuploidiya odur ki, xromosom yığımında məsələn bir ədəd artması, bir ədəd azalması. Məsələn, Downda bir ədəd artır, T-nöldə bir ədəd azalır. Yəni xromosomun sayı ilə bağlıdır. Albinizm isə, bu amin turşu mübadiləsinin pozulması ilə yaranan xəstəlikdir. Yəni bu xromosom sayı ilə bunun əlaqəsi yoxdur. Ona görə burada D bəndi yanlışdır. B və C vitaminlərinin miqdarının vərəm və difteriya xəstəliklərinin gedişinə təsirindən qrafiki hansı ola bilər? Demək, orqanizmdə B və C vitaminləri azalanda vərəm, difteriya, stapilokok deməli xəstəliklərinin törədicilərinə qarşı həssaslıq artırdı. Demək, belə çıxır ki, onda biri azalanda digər artırsa bu tərs mütənasiblikdir. Bu da A bəndində verilmişdir. Sonra 30-cu suala baxaq. 30-da deyir ki, istixana effektinə səbəb olan qazlar tam və düzgün hansı variantı verilmişdir? Deməli, burada küçüldüm azotun qazlarını götürəcəyik, 6-nı götürəcəyik, 8-i götürəcəyik. Hidrogendir, oksigendir, bu çıxdı, fosfor da çıxdı. Onda qaldı 1, karbonun qazı, həmçinin dəm qazı, metan qazı həmçinin, 1-3, bunlarda 1, 3, 7, 6, 8. 1, 3, 6, 7, 8. Onda bu D bəndindədir. Yer səthinə düşən günəş enerjisi haqqında hansı fikir yanlışdır? Günəş enerjisinin deməli yer səthinə düşənin 58% atmosferi və kosmosa əks olunur. Əks olunan 42%, 58% isə udulandır. Ona görə elə yanlış olan budur. Udulan enerjinin az bir qismindən xlorofilli canlılar üzüm maddə sintezlədilər. Doğrudur. Günəş enerjisinin biosferin enerji dövranına qoşulan əsasən bitkilərdir. Doğrudur. Günəş enerjisi qismən yer qabığında olan orqanizmlərin qalıqlarında toplanır. Bəli. Günəş enerjisi sapropildə toplana bilər. Bəli, sapropildə toplanır. Yanlış bəndi seçin. Somatik mutasiyalar. Somatik mutasiyalar somatik hüceyrələrdə baş verir. Bu da doğrudur. Cinsiyyət hüceyrələrinə gedə bilməz. Doğrudur. Heç zaman növbəti nəslə ötürülür. Əgər vegetativ çoxalma olarsa. Bir dəqiqə, yanlışı soruşuq da cavab bu deyil. Drizofil milçəyinin ağ gözlüklə müşahidə olunur. Doğrudur. Bitkilərdə davamlı və irisi ola bilər. Bəli.
33-də deyil ki, palploid bitkilərin arktik və alp zonalarda genişlənməsinin səbəbi nə ola bilər? Çünki həmin şəraitdə bunlar dözümlüdürlər. Onlarda, deməli, palploid bitkilərdə belə deyim də, bir xromosomun, bir genin bir neçə nüsxəsi olur. Onlarda artıq demək, qeyri-əlverişli şərait, məsələn, orada ola bilsin ki, yüksək demək, miqdarda ultrabəniş şüaların təsirinə məruz qala bilərlər və yaxud da ki, onlar hündürlükdədirlər və yaxud da ki, temperatur aşağıdır. Bu səbəbdən onlar bu cür əlverişsiz şəraitə palploid olduqlarına görə daha dözümlüdürlər və həmin ərazilərdə bunlar yayıla bilirlər. Debəndə uyğundur. Variasiya sırasının genişliyi ilə mühit şəraitinin müxtəlifliyi arasındakı asıllıq qrafiki necədir? Demək, mühit şəraiti nə qədər geniş müxtəlifliyə malik olarsa, yəni nə qədər rəngarəng olarsa, variasiya sırası bir o qədər böyük olacaq. Amma təbii ki, müəyyən bir həddə qədər də. Ona görə də burada müəyyən həddə qədər dediyimizdə burada sabitlik var, amma artıb sonra sabitləşən, bu da A bəndində verilmişdir. Doğru fikirləri seçin. Qaramalda südün miqdarı geniş, südün yağlılığı isə dar reaksiya normasına malikdir. Bu doğrudur. Çünki südün miqdarı yemləmə ilə əlaqədar dəyişə bilir. Heyvanın rəngi müxtəlif mühit şəraitindən asılı olmayaraq heç zaman dəyişmir. Dəyişir. Məsələn, Qornostoy ada dovşanlarında deməli onların belindən tükü olub həmin hissəyə buz bağlayanda qara rəngli tüklər çıxmışdı. Halbuki heyvanın deməli tüklərinin rəngi ağ idi. Deməli mühit şəraitindən asılı olaraq demək heyvanın rəngi dəyişə bilir. Bu doğrudur. Yoxlayıb dəyişmir dediyinə görə bu yanlışdır. Bəli. 3-də deyir ki, modifikasiya əlamətləri və reaksiya norması irsə nəslə ötürülür. Reaksiya norması irsə nəslə ötürülür. Deməli, xarici mühit şəraitinin təsiri nəticəsində meydana çıxan kənara çıxmalar reaksiya norması hüdudlarında baş verir. Demək, xarici mühit şəraitinin təsirindən meydana çıxan kənara çıxmalar reaksiya norması daxilində hüdudlarına baş verir. Yəni, hüdudu aşa bilməz. Ona görə bu da doğrudur. Demək, burada hansılar doğrudur? Doğrunu soruşurdu. 1-ci və 4-cü doğru oldu. Bu da A bəndində verilmişdir. Sonra, baxaq növbəti 36-cı sualda görək nə deyir? 36-cı sualda deyir ki, polimeriya nədir? Polimeriya ümumiyyətlə bir əlamətin inkişafını tənzimləyən bir neçə genin olmasıdır. Bir neçə qeyri-allel genin olmasıdır. A-da deyir ki, əlamətin meydana çıxması dominant allelin miqdarından asılı olaraq dəyişə bilir. Bəli, məsələn, insanda dərinin rəngi 4 cüt allel genlə tənzimlənir. Əgər dəridə, daha doğrusu insanın genotipində dominant genlər nə qədər üstünlük təşkil edərsə, həmin insanın dərisinin tünd rəngli olma ehtimalı daha çoxdur. Amma dominant genlərin miqdarı azaldıqca dərinin rəngi də bir qədər açıq tonlarda olur. Əlamətin meydana çıxması dominant allelin miqdarına asılıdır. Bu doğrudur ona görə. Bir gen bir neçə əlamətə təsir göstərir. Bu pleitropiyadır, polimeriya deyil. Genotipdə dominant genin yalnız bir allel üstündə olması. Polimeriya deyil bu. Artıq çünki biz dedik ki, polimeriyada bir neçə qeyri-allel gen bir əlaməti tənzimləyirdi. Deməli, qeyri-allel genlərdən birinin digərinin təsir gücünü zəiflətməsi. Bu da epistaz təsirdir, bu da deyil. Əlamətin çoxlu allellər tərəfindən idarə olunması, bu da deyil. Sonra 37-yə baxaq. Cinsiyyət xromosomlarının azalması ilə bağlı olan xəstəlik Şeyşevski-Terner sindromudur. Çünki bu xəstəlik zamanı qadınlarda bir ədəd X cins xromosomu azalır. Bitkilərdə yarpaqların rəngi stoplazmatik irsiyyətlə ötürülür. Yaşıl bitkinin yumurta hüceyrəsi şəffaf bitkinin spermisi ilə mayelanarsa, alınan bitkinin yarpağı hansı rəngdə olur? Aha. Bu stoplazmatik irsiyyətdən danışır. Stoplazmatik irsiyyətdə daha çox ana xəttindən ötürülür. Nəyə görə? Çünki yumurta hüceyrədə stoplazmanın miqdarı çox olduğuna görə stoplazmada olan genlərin də miqdarı çoxdur. Əgər ana bitkinin yarpağı, dişi bitkinin yarpağı yaşıl rəngdədirsə, deməli gələcək nəsildə də yaşıl rəngli yarpaqlar üzə çıxacaq. Sonra uyğunluğu müəyyən edən komplementar və epistaz təsiri verir və bunların müqayisəsinə baxaq biz. Deyir ki, əlamət qeyri-allel genlərlə idarə olunur. Hər ikisində qeyri-allel gendir. Yəni bu qeyri-allel genlərin qarşılıqlı təsiridir hər ikisi. Ortaq tərəfdə. Fenotip sayının genotip sayına nisbəti 2-9-a kimidir. Bu komplementar təsirdir. 2x aiddir. Genotip sayı 9-dur hər ikisində. Fenotip sayının genotip sayına nisbəti 3-9-a kimidir. Bu fenotip sayı 3-dən olan epistaz təsirdir və genotip sayına nisbəti deməli istənilən halda 9 dənədir. Həmçinin də epistaz təsirdir. Ona görə 3-9-a nisbəti götürə bilərik bunu. Sonra deyir ki, bir əlamət bir neçə genlə idarə olunur hər ikisində. Genlərdən biri digərinin təsir gücünü zəiflədir deyilsə, bu da epistaz təsiri aiddir. O zaman X-a 2, digərinə də Y-ə də 1-3-5 və Z-də də 4-6. C bəndi uyğundur. 40-a baxaq.
Bitkilərin yarpaqlarının rəngi sitoplasmatik qeydiyyatla ötürülür. Aha, bayaqki sual kimi 38-də içmə. Şəffaf bitkinin yumurta hüceyrəsi yaşıl bitkinin spermisi ilə mayalanarsa, alınan bitkinin yarpağı hansı rəngdə olar? Yenə də ana fəktini ötürülür və yumurta hüceyrədə əgər deməli, yumurta hüceyrəsi götürülmüş bitki əgər şəffaf yarpaqlara malikdirsə, deməli, alınan bitkidə də yarpaqlar şəffaf olacaqdır. Yəni 40-da da cavab B bəndi olacaqdır. Aha. İndi burada da deməli sınağımız yekunlaşdı. 39-cu sınaqdır bu. 39-cu sınağı yekunlaşdı burada. Ümid edirəm ki, izahlar hər biriniz üçün aydın oldu. İnşallah ki, baxarkən bəyənərsiniz. Bəyənsəniz, bəyənmə tuşuna basmağı və kanala abunə olmağı unutmayın. Çox sağ olun. Hər birinizə öz təşəkkürümü bildirirəm.